Salam, belə bir sual paylaşmışdıq. Verilmiş sözün fonetik təhlilinə aid fikirlərdən hansının düz olduğunu əminliklə söyləyə bilərik. Söz də budur. Xoşbəxtlik. Kim sualı görməyibsə, əvvəlcə videonu saxlayaraq suala baxsın, cavabını müəyyənləşdirsin, daha sonra keçək bizim izaha. Gördüğünüz kimi, burada deyir ki, hansının düz olduğunu əminliklə söyləyə bilərik. Əminliklə söyləyə bilərik deyirsə, deməli, burada bir sözün iki cür anlaşılmasından söhbət gedir ki, hansını biz əminliklə deyə bilərik. Bu tələffüz iki yazılışının tələffüzü ola bilər. Biri, xoş, bəxtlik sözünün. Bir də biz xoş, bəxtik, biz xoşbəxtik. Deməli, likdə də likdik olur, xoşbəxtik alanda da xırdan sonra tığ gəlir və dıya çevrilir. Çünki özündən sonra sait gəlir. Deməli, hər iki sözün tələffüzü bu formadadır. Bizə desək ki, şəkilçidə iki tələffüz fərqi var. Bunun birinci söz üçün düz götürə bilərik. Likdik olur, düzdür. Amma ikinci söz üçün götürə bilməyik. Çünki ikinci sözdə şəkilçi budur, ilk. İlkdə varmı iki dənə fərq? Yoxdur. Ona görə də biz anı götürə bilmirik. Bizə deyir ki, hansını əminliklə söyləyə bilərik. Mürəkkəb sözdür. Bəli, hər ikisi mürəkkəb sözdür. Əminliklə deyə bilərik. Amma deyir ki, sözün fonetik təhlilinə aid. Mürəkkəb sözün fonetik təhlilə aidiyyəti yoxdur axı. Deməli, belə getdi. Səs düşümü hadisəsi baş vermişdir. Xoşbəxtlik. Birincidə baş verir, tır düşür, amma ikincidə yoxdur. Ona görə burada getdim. Eyni hərf iki müxtəlif səsi verir. Buradakı x hərfləri iki müxtəlif səsi verirmi? X hərfləri, xeyr, eyni səsləri verir. Burada getdim. Gəldik E-yə. Vurğu düşən hecada T yoxdur. Yəni bunu çox adam qarışdırdı ki, axı var hər bir halda. Burada görürsünüz, transkripsiyada verilmir. Deməli, hərfdir. Məsələn, birinci sözə baxaq. Xoşbəxtlik. Vurğu hardadır? Axırdadır. Axırdadsa, likdə varmı T hərfi? Yoxdur, əvvəldə var. Bəs ikinciyə baxaq. Xoşbəxtik. Bəxt hecasındadır da vurğu. Bəxt. Bəxt hecasında varmı T? Yoxdur. Deməli, burada da lik hecasında T yoxdur, burada da bəxt hecasında T yoxdur. Yəni, vurğu düşən hecadan söhbət gedir. Deməli, biz əminliklə deyə bilərik ki, vurğu düşən hecada T yoxdur. Ona görə də düzgün cavab E variantı. Bu tipli